Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Sevdə Yahıyeva həyat yoldaşı ilə birlikdə Özbəkistana istirahətə yollanıblar. Onlar oradan yeni görüntülər paylaşıblar. Biz də sizlərə təqdim edirik. Bu da Özbəkistan, Daşkənd. Əslində maraqlıdır, çox maraqlıdır. Elə bil ki, 90-cı illərin Bakısına gəldik, düşdük. Amma onunla bərabər bir çox, məsəl üçün, transport çox inkişaf edir. Yəni, müasir səviyyədədir. Avtobuslar artıq kartla ödənişləri. Müasirdir, çox müasirdir. Yəni ki, bir çox müasir dəyişikliklər var. Amma o qədər də görməyə dəyər bir ölkədir deyərdim Özbəkistan, Daşkənd və çox sevinirəm ki, birbaşa artıq reysləri var Bakıdan, hər kəs gələ bilər, məsafə isə çox yaxındır. Cəmi 2 saatə Bakıdan Özbəkistana gəlmək mümkündür. Mütləq siz də gəlin. Qiymətlər çox münasibdir, onu deyə bilərəm. Yəni ki, gəlmək mümkündür, gələ bilərsiniz. Yaxşı elədik, bura gəldik. Yaxşı elədik, gəldik. Deməli, ümumiyyətlə, məncə, post-sovet məkanında yaşayan əksər insanlar Orta Asiyanı özləri üçün kəşf eləməlidirlər. Çox həmişə qapalı qalır Orta Asiya. Türkmənistan çox uzun müddət təsəvvürü qapalı idi, indi də bizim üçün qapalıdır. Digər Orta Asiya uçuşlar ümumiyyətlə heç vaxt olmur bizdə. İndi amma həm görürəm ki, Özbəkistana uçuşlar çoxdur, sonra Düşənbə, Tacikistana uçuşlar çoxdur, Qırğızstana bilmirəm var, yoxsa yox, amma açıblar, məncə hamısını uçmaq lazımdır və uçuş müddəti çox azdır. Çox azdır, elə ki, Bakıdan Naxçıvana gedirsən. Şəhərdəki... Hədə yaxın məsəfəsən. Daşkənd mənim çox hoşuma gəlir. Köhnə Bakıya gəldik işte. Sən fikirlərdə öyrənəcəm. Bu belə. Bu günləri Daşkəndi altını üstünə çevirdik. Maraqlıdır, çox maraqlıdır. Çox gözəl şəhərdir, həqiqətən də. Gəlib görməyə dəyər. Bazarı çox xoşuma gəldi. Bazarında nə xoşuma gəldi? Göyərtilərin dəstəsi belə dobro idi, istar demişkən. Yəni ki, pomidorun qoxusu bütün bazarı... Meyvələrin iyi qoxusu. Necə gözəl. Mütləq buradan pomidor alıb aparacam. Ən azı bir korku. Bir korku alarım.